Bəzi adamlar qıraqdan baxırlar döyüşə və deyirlər ki, nə qədər asandır. Aparıcı olmaq, düz, indi Rüfət Nasosunda aparıcı olmayacaq heç vaxt. İndi efirə çıxmaq təbii ki, aparıcı olmaq deyil, həm də Kanal S-dəsənsə bir ömürdə aparıcı olmasan, amma verilişin olacaq. Elə 2 saat yarım mı, 3 saat mı o kanalda meydan sulayacaqsan, bundan rahat ol. Bəlkə də yeganə kanallar içərisindədir ki, səndən ayvalı, aparıcı kimi danış deyə heç kim heç nə soruşmayacaq. Rahat-rahat işini görəcəksən. İndi hər halda dəvət almısansa, Rüfət Nasosunu demək ki, o qapı sənə açıqdır. Yəni, aparıcılıq kənardan göründüyü qədər asan bir məsələ deyil. Düzdür, bunu da o qədər urvatsız eləyib ki, bəzi aparıcılar, aparanlar, idarə eləyənlər yox, aparanlar o qədər urvatsız eləyiblər ki, ona görə də kimi efirə dəvət etsələr, o da qaça-qaça gedir, elə bilir ki, veriliş apara biləcək. Xeyr, veriliş aparmaq məsuliyyətdir. Birinci, özünü aparmalısan. İkinci, danışığını bilməlisən. Üçüncü, mütləq şəkildə izləyicilərinə enerji ötürməlisən. Qonaqlarınla davranış şəklini bilməlisən. Ümumiyyətlə, aparıcıya xas hər şey səndə cəmləşməlidir. Amma dediyim kimi, Kanal S-dəsənsə, ürəyini buz kimi saxla. Hələ orada yəqin ki, çox işləyəcəksən. Bir də ki, siz meyxana ustadları bədahədən meyxananı deyə bilən adamsınız. Ona görə də qonaqlarınız üçün sual tapmaq, onlara sual vermək sizin üçün çətin olmamalıdır.